Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz təhsildə müasir pedaqoji yanaşmalardır. Təhsildə pedaqoji yanaşmalar ümumiyyətlə bizim dəfələrlə dərslərimizdə toxunduğumuz bir məqamdır. Hansı ki, bu differensial yanaşmanı, interaktiv təlimi, kompetensiyaları, müəllimin fasilitasiya bacarığını, yəni ümumiləşdirilmiş şəkildə bu mövzu hal-hazırda, yəni ümumi təhsildə müasir pedaqoji yanaşmalar adı altında birləşib və burada bir neçə bizim yanaşmamız var ki, biz bugün onlara toxunacağıq. Ümumiyyətlə biz bu mövzuya hər hansısa bir qayda kimi baxmırıq və ümumi yanaşmalar edirik. Müasir təlimdə olduğu kimi, yəni burada şagirdin əməkdaşlıq etməsi, şagirdin birgə öyrənməsi və şagirdin öz inkişafına dəstək verən sistemin yaradılması bizim üçün əhəmiyyətlidir. Ümumiyyətlə bu müasir pedaqoji yanaşmalarda şagirdi inkişaf etdirmək işin mərkəzində dayanır. Yəni biz burada əsas məqsədimiz şagirdi inkişaf etdirməkdir. Şagirdlərin ortaq qərar vermə bacarığıdır, şagirdlərin öz məsuliyyətlərini dərk etməsidir, hiss etməsidir. Bu kimi bacarıqları özündə əks etdirir. Ümumi yanaşmalarımızdan birincisi əməkdaşlığa əsaslanan yanaşmadır. Əməkdaşlığa əsaslanan yanaşma, yəni qrup, bir-birindən öyrənmə, sosial bacarıqlarının olması, qrupda düzgün vəzifə bölgüsünün aparılması, birgə öyrənmənin olması, ünsiyyət bacarıqlarının düzgün şəkildə inkişaf etdirilməsini nəzərdə tutur və ümumiyyətlə biz deyirik ki, burada əsas prinsiplər məsələn var ki, deyirik müsbət qarşılıqlı asıllıq. Bu o deməkdir ki, yəni hər bir qrup üzvü başa düşür ki, onlar ayrı-ayrılıqda yox, ümumi birlikdə birgə öyrənmə, birlikdə çalışsalar məqsədə çatacaqlar. Necə ki, qrup işi görülən zaman biz orada əməkdaşlığı mütləq şəkildə vurğulayırıq və ümumi, məsələn, tutaq ki, qrup olaraq uşaqlar yüksək qiymət alıblarsa, bu qrupun bütün üzvlərinə təsir edir. İkincisi fərdi məsuliyyətdir ki, yəni burada vəzifə bölgüsünün olması hər bir üzvün öz məsuliyyətini dərk etməsidir. Üçüncüsü ünsiyyət və qarşılıqlı köməkdir ki, bu da bizim hansı ki bir-birimizdən fikir mübadiləsi aparmağımız, fikirlərimizi bir-birindən bölüşməyimizdir. Sosial bacarıqların inkişafı isə burada təkcə biz hansı ki ancaq danışmağa, ancaq müzakirəyə yox, dinləmə bacarığımız formalaşır, bir-birimiz qarşımızdakı insanı başa düşməyə çalışırıq və ən sonuncusu qrup prosesinin refleksiyasıdır ki, sonda şagirdlər özlərini refleksiya edirlər ki, biz bu qrup işində nəyi öyrəndik, hansı bacarıqlara yiyələndik, nələrə diqqət yetirdik, bu kimi məsələləri özündə əks etdirir. İkinci yanaşma konstruktiv yanaşmadır. Konstruktiv yanaşma isə deyirik ki, hansı ki burada şagirdə konstruktiv, yəni rəy kimi biz buna baxırıq ki, şagirdə istiqamətin verilməsi, şagirdə rəyin verilməsi nəzərdə tutur. Yəni şagird biliyi öz təcrübəsinə burada əsaslanaraq öyrənir. Yəni bu bizim üçün əsasdır. Hansı ki burada müəllim fasilitator olur. Burada problem həll etmə, layihə işləri, debat, tədqiqat əsaslı öyrənmə var və müəllim isə sadəcə bu hamısında, yəni problem həll etmədə də, layihədə də yalnız istiqamət verir. Yeni biliklə şagirdlər köhnə bilik arasında əlaqə qururlar və tənqidi təfəkkürləri inkişaf etmiş olur. İndi baxırıq, məsələn, bizə deyir ki, əvvəlki biliklərin aktivləşdirilməsi, bayaq dediyimiz kimi, əvvəlki biliklə yeni bilik arasında biz əlaqə yaradırıq. Aktiv öyrənmə odur ki, yəni şagird, bayaq qeyd etdiyim kimi, pasiv deyil, burada öz təcrübəsinə əsaslanaraq öyrənir. Sosial qarşılıqlı əlaqə isə dialoq və əməkdaşlıqla formalaşır. Məna yaratma isə ümumi şagird, yəni burada məlumatları əzbər şəkildə yadda saxlaması deyil, əzbər şəkildə ancaq gəlib bizə danışması deyil, onun mənasını, savadlıq kompetensiyası necə deyirdik ki, şagird onun mahiyyətini başa düşməlidir. Refleksiya isə, yəni şagird mən nəyi öyrəndim, nəyi həll etdim, burada həm müəllim, həm də şagird özü öz işini tənzimləyə bilir. Fasilitator müəllimin rolu var ki, burada bunu bilirsiniz də, fasilitator müəllim necə olmalıdır, hansı ki, yenə də burada əvvəlki biliklərin aktivləşdirilməsi, aktiv öyrənmə. Yəni burada biz fasilitator müəllim kimi bu işi necə aparacaqsa, şagirdləri tanıyaraq, şagirdləri həvəslə yönəldərək bu istiqaməti biz tapmalıyıq. Baxın, burada bizə ümumi şəkildə verir. Daha sonra bunlar hamısı ümumi yanaşmalardır. Əsas mahiyyətini yadda saxlasaq kifayətdir. Sonra refleksiv yanaşma var. Refleksiv yanaşma isə şagird və müəllim burada öz fəaliyyətini analiz edib təhlil edirlər. Hansı ki, mən necə öyrəndim, mən nəyi öyrəndim, yəni bu sualları cavablandırır. Özünü qiymətləndirmə var. Şagird burada özünü refleksiya edir. Ən əsası da şagirdlərdə metakognitiv bacarıqlar inkişaf edir bu yanaşmada. Yəni yadımızda qalsın.
Burada əsas tərkib hissələri deyir ki, mərhələ olaraq biz birinci müşahidə aparmalıyıq ki, ümumi olaraq biz düzgün qiymətləndirmə apara bilər. Təhlil və dəyərləndirmə nəyin uğurlu, nəyin uğursuz olduğunu analiz edirik ki, fəaliyyətimdə mən nədə uğurlu oldum, nədə uğursuz oldum. Planlaşdırma və dəyişiklik isə növbəti dəfə hansı ki, mən bu məsələlərdə hansı uğurlu tərəflərim üçün məsələn bu prosesi davam etdirəcəm, ki, daha da uğurlu olum, uğursuz tərəflərimi bu yolla inkişaf etdirəcəm. Bunların bütün məsələsi öz əksini tapır. Və hansı ki, bir də var adaptiv yanaşma. Adaptiv yanaşma isə şagirdin fərdi xüsusiyyətlərinin nəzərə alınmasıdır. Yəni şagirdin fərdiləşdirmə, hansı ki, onun hansı öyrənmə tərzi, hansı marağı, hansı hazırlıq səviyyəsi, yəni bütün bunların hər birini biz nəzərə alırıq, hansı intellekt tipinə malikdir, Piaget'in yanaşmasına görə hansı mərhələdədir, bunları özündə əks etdirir və hər bir şagirdin burada xüsusiyyətini nəzərə alıb biz təlim prosesini artıq qururuq. Yəni necə deyək, ədalətli bir təhsil sistemi yaradırıq. Hər kəs üçün inklüzivlikdə necə dedik, hər kəs üçün əlçatan bir təhsil və eyni zamanda burada da adaptiv yanaşmada da hər bir kəs üçün təhsilin düzgün şəkildə qurulmasını nəzərdə tutur. Burada şagirdlərin fərdi ehtiyaclarını tapırıq. Onun şagirdlərin hansı ki, maraq hissi daha çox haradır, sinifin səviyyəsinə uyğun resurslar seçirik, tapşırıqlar seçirik. Şagirdlərə dəstək verən bir sistem yaradırıq. Şagirdlərin müstəqil öyrənməsinə inkişaf etdiririk. Onları daim xarici motivasiya, yəni müəllim tərəfindən motivasiya olunur şagirdlər. Yəni bunları nəzərdə tutur. Baxın, burada adaptiv yanaşmanın əsas prinsiplərini bizə verir. Fərdiləşdirmə, yəni hər bir şagirdin bilik səviyyəsi, öyrənmə tərzinin fərqli olması. Davamlı diaqnostika və rəy, yəni şagirdin davamlı şəkildə müşahidə aparılması və onun qiymətləndirilməsi, istiqamətləndirilməsi. Dəstəyin tədricən azaltması, şagird artıq o istədiyimiz nəticəyə gedib çatdıqca biz özümüz dəstəyi yavaş-yavaş azaldırıq. Belə müəllimlər, ümumi bu qədərdir. Yəni biz ancaq əsas diqqət yetiririk ki, burada da hər birinin açıq şəkildə təhlilini verib sizə, istəsəz oxuyarsınız, amma ki, bizə ən əsas lazımdır ki, bunların mahiyyətini anlayaq, mahiyyətini başa düşək. Yəni konstruktiv yanaşma, əməkdaşlığa əsaslanan refleksiv və adaptiv yanaşma. Yəni ən əsası burada siz nəyi yadda saxlayacaqsınız? İnteraktiv təlimi, yəni hansı ki, burada biz interaktiv təlimin xüsusiyyətlərini görürük, qarşılıqlı təlimi, hansı ki, burada diferensial təlimi görürük, fasilitator müəllimi və kompetensiya bir sıra 21-ci əsr bacarıqlarının formalaşması bu dərsdə öz əksini tapmış olur.